İmam Hadi aleyhissalam yataqdaydı, ölüm yatağındaydı, can verirdi. Sayılı günləri qalmışdı imamın. Bir nəfər gəldi imamın ziyarət eləməyə. Gəldi imamın yanında əyləşdi. İmam buyurdu, istəyirsən bir hədis deyim sənə, gözlərin işıqlansın. Yəni, bir hədis deyim ki, sənin qəlbin nuraniyyət tapsın. Məsumlar belə olublar, axır vaxtlarında belə təbliğdən əl çəkməyiblər. Təbliğ ediblər. Son anlarına qədər çalışıblar təbliğ eləsinlər. Axır dəqiqələridir imamın. Deyir, istəyirsən sənə üçün hədis deyim. Həzrət Əli əleyhissalam ömrünün axır dəqiqələri idi. Zəhər o qədər bədəninə təsir eləmişdi ki, artıq biraz huşdan gedirdi, biraz özünə gəlirdi, ayılırdı. O vəziyyətdə Əsbəğ ibn Nubatə gəldi imamın yanına. İmam Əsbəğ ibn Nubatəyə hədis deyirdi o vəziyyətdə. İmam Hadi əleyhissalam yataqda idi, buyurdu, iman o şeydir ki, onun 3 tərəfi olsun, 3 sütunu olsun. Biri budur ki, dilinlə deməlisən, iqrar eləməlisən. İkincisi budur ki, dediyivə əməl eləməlisən. Nəyi demisənsə görə əməlində də onu göstərəsən. Və üçüncüsü budur ki, elədiyivə əqidən olmalıdır. Bu 3 dənə olsa, onda olur iman. Bu 3 dənə bir yerdə olmasa, o iman hesab olunmaz. Dillə deyirəm, əqidə ilə qəbul eləyirəm və əməllə təsdiq eləyirəm onu. Bu üçü bir yerə toplaşanda olur iman. İmanın 3 dənə sütunu var. Əqidə, əməl və dillə təsdiqləmək. İmam Səccad ağa deyir, ilahi, mənim imanımı ən kamil iman qərar ver. Yəni, bunun üçü də məndə olsun. Həm dilim desin, həm əqidəm olsun və həm əməlim onu təsdiqləsin. Qur'an-ı Kərim bunları həmişə bir yerdə gətirir. Zikr eləyəndə həmişə bir yerdə zikr eləyir. Əl-ləzinə amenu və amilus salihat. Onlar iman gətiriblər və əməl eləyirlər, salih əməl eləyirlər. Görürsən, Allah əməli imandan ayırmır. İman gətirib və salih əməl eləyir. Yəni, başa salmaq istəyir. Tək danışmaqla imanlı olmaq olmur. Adamın danışığına görə adamı imanlı kimi hesab eləmir Allah. Danışdığına əməl eləyəndə imanlı hesab olunursan. İstəyir, iman əməllə bir yerdə olsun, bizə başa salır və əməl də əqidə üzərindən olmalıdır. Bu çox mühüm məsələdir. Bu hissəsi çox dəqiq hissəsidir ki, əməl əqidə ilə bir yerdə olmalıdır və əqidədən qaynaqlanmalıdır. Yəni, insan elədiyi şeylərə özünün əqidəsi olmalıdır. Adam var, görürsən, çöldə tanımadığı adama hörmət qoyur. Amma evdə gəlib tanıdığına hörmət qoya bilmir. Bu, əməl əqidəsiz əməldir. Çöldə bir yaşlı adam görəndə gedir, ona kömək eləyir, əlində yük varsa götürür, yükünü aparır, mənzilə çatdırır. Evdə amma görürsən, atasına hörmət qoya bilmir, anasına hörmət qoya bilmir. Bu, əməl böyüklərə hörmət əməli deyil. Düzdür, zahirində çöldə böyük görəndə ona hörmət eləyir. Amma evdə heç öz böyüyünə hörmət eləyə bilmir. Əməl gərək əqidədən qaynaqlansın. Əqidə üzərindən olsun. Əməl əqidədən qaynaqlanmayanda faciələr baş verir. Əməl əqidədən qaynaqlanmayanda İmam Hüseynə məhəbbətin nəticəsi Kərbəla olur. Ağa buyurur, siz məni dəvət elədiniz bura. Sizin məktubunuzla mən bura gəldim. Siz mənə məktub yazdınız ki, ağa, biz məhəbbətimiz, eşqimiz var sənə. Biz istəyirik, sən bizə başçılıq eləyəsən, sən bizə rəhbərlik eləyəsən. Mən sizin məhəbbətinizə cavab verib bura Kufəyə, Kərbəlaya gəldim. Bəs hanı sizin məhəbbətiniz? Hanı o dediyiniz məhəbbət? Məhəbbət var. Amma məhəbbətlərinə əqidələri yoxdur. İmam Hüseyin ağanı da tanıyırlar. İmam Hüseyin ağanı sevirdilər, çox istəyirdilər. Amma o sevgi əqidədən qaynaqlanan bir sevgi deyildi. Ona görə İmam Hüseyinlə bir yerdə ola bilmədilər.
Adam peyğəmbərdən danışır, amma özü kobuddur. Bu əqidəsiz danışıqdır. Bu danışığı iman hesab olunmaz. İnsan özü əxlaqdan danışır, amma özü bədəxlaqdır. Dilinə nəzarət eləyə bilmir, gözünə nəzarət eləyə bilmir, qulağına nəzarət eləyə bilmir. Amma islahatdan danışır, əqidədən danışır, gözəl əxlaqdan danışır, gözəl əxlaqlı olmağı tövsiyə edir, amma özü bədəxlaqdır. Bu əqidədən qaynaqlanmayan əməldir. Ona görə insanda belə baş verir.